Değerli izləyicilər, son bu noyabr-dekabr ayını biz nə müşahidə edirik? Pasientlər arasında müraciət edən deyək ki, xəstəliklər arasında ən çox yarımkəskin tiroidit diaqnozu müraciət edən pasientlərin artmasını müşahidə edirik. Çünki yarımkəskin tiroidin ilk öncə nə cür başlayırsa, o haqda məlumat verir. Çox vaxt bu insanlarda adi qrip kimi, boğaz ağrı kimi əlamətlər olur və müəyyən müddət keçdikdən sonra isə qalxanvari vəzin səviyyəsində, yəni boyun ön səthində kəskin ağrılar və temperatur yüksəlir xəstələrdə. Və bu pasientlər bizə eyni bir şahidlərlə müraciət etmişdir. Sizə nə vaxt başlamışdı qrip? Ay yarım olaraq. Ondan sonra müəyyən müddətdən sonra başladı boyun nahiyəsində ağrılar. Belə keçdi gəldi. Amma ağrı hissediniz. Siz ağrı kəsici içirsiniz. Bir də sizdə olmuşdu temperatur. Neçə olur mu temperatur? Yəni, bu insanlar əsasən 37 yarım, yəni 37,2 temperatur olur və qulağa, boyuna da verən ağrılar olurdu. Yəni, bu bilavasitə yarımkəskin tiroidit görüntüsü. Bəzən görürsən, bəzi pasientlər özləri antibiotik qəbul edirlər. Siz antibiotik içməmişdiniz ki, içmişsiniz. Yoxsa bu pasientlər təsdiqləyir. Yəni, bu xəstələrə antibiotik əksinə olmaz. Bunlarda müalicə qeyri-steroidlər və steroidlər təmin olunur. İndi isə mən istərdim qalxanvari və uzidə, yəni hansı dəyişikliklər başlayır, onu sizə göstərim. Bu xəstələrdə xarakteri, yəni bu qalxanvari vəzin sağ payıdır. Sağ payında belə bir iltihab sahəsi görsənir. Bəzən görsən bu düyün kimi də xatırlanır, yəni düyünə də oxşar, amma bu düyün deyil. Yəni sağlam toxuma ilə deyək ki, patoloji toxuma arasında müəyyən bir sərhəd qeyd olunur. Bu sağ paydakı olan dəyişikliklər və eynən bu sol payda da eyni dəyişikliklər var. Yəni sol payda da görürsünüz, qalxanvari vəzin, yəni sol payın arxa səthində belə bir iltihab sahəsi görsənir. Qan izlərini gətirin. Və burada da yəni sol tərəfdə, yəni hər iki payda proses var. Yəni buna biz deyirik yarımkəskin tiroiditə uyğun görüntü. Və xəstənin qan analizində nə müşahidə edirik? Bu xəstədə əsasən bunlarda hormonda belə bir dəyişiklik baş verir. Bəzi hallarda olur ki, bu göstəriciyə görə xəstəni yəni səhifən zəhərli zob kimi müalicə edirlər. Çünki burada hormonlar da yüksəlib, T100 də yüksəlir, T4 və TSH aşağı enir. Və bunun xarakteri göstəricisi isə qanda həmin eritrositlərin kökmə sürətinin yüksək olması və C-reaktiv zuralın yüksək olmasıdır. Yəni C-reaktiv zural normalda 5-in aşağısı olmalıdır, amma bu pasientdə 43.5-dir və bu pasientdə bizim aparacağımız müalicə qeyri-steroidlərdir. Bəzi halları qeyri-steroidlər belə deyək də ki, effekt verməksə, o zaman steroid müalicəsinə başlanılır və bir aydan sonra təkcə müayinə edilir və müayinə zamanı biz görürük ki, bəli, qalxanvari vəzin strukturusunda olan tüm dəyişikliklər geri dönülür, yəni sorulur və artıq bəzi hallarda yəni hormonlar da heç bir hormonal müalicə aparılmadan da tam normallaşır. Allah xəstəmizə də şəfa versin, keçmiş olsun. İnşallah yaxşı olacaq, narahat olmasın.